22-ci əsr kanalının bugünkü buraxılışında hər birinizi xoş gördük, dəyərli izləyicilər. Nikol Paşinyanın həftə sonu Mehriyə səfəri Ermənistanda Zəngəzur dəhlizi açılır müzakirələrinə səbəb olub. Bu müzakirələri kəskinləşdirən amillərdən biri də Mehridə dəmir yolunun tikintisi və erməni baş nazirin bu haqda dedikləridir. Paşinyan Mehridə iki məsələ üzərində xüsusilə dayanıb. Su itkisinin qarşısını almaq, resursları qorumaq, dəmir yolunun tikintisini həyata keçirmək. Paşinyan bildirib ki, dəmir yolunun inşası Ermənistana heç bir zərər gətirməyəcək. Bu bizə milyardlarla gəlir gətirəcək. Eyni zamanda təhlükəsizlik, ərazi bütövlüyü, suverenlik verəcək. Yükdaşıma baxımından bizə böyük fayda verəcək, o deyib. 2 həftə öncə Ermənistan hökumətinin iclasında bəyan edildi ki, Mehrinin Nırnadzor kəndi ərazisində dəmir yolu xəttinin yenidən inşa edilməsi nəzərdə tutulur. Paşinyan da bildirib ki, sülhün kəsişməsi layihəsinin həyata keçirilməsi üçün zəruri hazırlıqlar görülür. Erməni baş nazirin gündəmə gətirdiyi qondarma sülhün kəsişməsi layihəsi Zəngəzur dəhlizinə qarşı alternativ kimi irəli sürülür. Bu layihə rəsmi Bakı tərəfindən rədd edilib və Zəngəzur dəhlizinin açılması məsələsi üzərində dayanılıb. Bu o deməkdir ki, Azərbaycan razılıq verməyəcəyi təqdirdə Paşinyanın sülhün kəsişməsi layihəsi kağız üzərində qalacaq. Mehridə yaşayan ermənilər isə Paşinyandan dəmir yolu yox, su istəyiblər. Bildiriblər ki, milyonlar qazanmaq üçün ilk növbədə su qıtlığı həll edilməlidir. Paşinyan da öz növbəsində su qıtlığının aradan qaldırılması, çayların çirkləndirilməsinin qarşısının alınması və resursların qorunmasından bəhs edib. Ermənistanda hesab edirlər ki, Paşinyanın Mehri səfəri Azərbaycan prezidenti İlham Əliyevin həm Zəngəzur dəhlizi, həm də su ehtiyatları ilə bağlı tələblərini icra etməyə hesablanıb. Erməni ekspertlər qeyd edirlər ki, Mehridə inşa ediləcək dəmir yolu layihəsi Zəngəzur dəhlizinin bir hissəsi ola bilər. Ermənistan fraksiyasından olan deputat Qarnik Danilyan isə iddia edir ki, Paşinyanın Mehridə su ehtiyatları ilə bağlı açıqlamaları təsadüfi deyil. Çoxları bunun əsl mənasını anlamır. Paşinyanın sözlərinin mərkəzində mühüm məsələ dayanır. Bu, Əliyevin Ermənistandan növbəti tələbidir. Tələbin mahiyyəti belədir. Ermənistandan axan çaylar, hövzələrindən gələn sular Azərbaycana gedir və rəsmi Bakı tələb edir ki, İrəvan su resurslarının qorunması və axınını təmin etməyə borcludur. Əliyev bəyan edib ki, su ehtiyatlarının səmərəli idarə olunması üçün Ermənistanla danışıqlara hazırlaşırlar. O da təsadüfi deyildi ki, Paşinyan Tavuş vilayətində adi velotur zamanı avtoyuma məntəqələrindən bəzi təhlükəli maddələrin Ağstev çayına atıldığını aşkarladı. Bununla bağlı canlı yayım açdı və həmin məntəqələrin bağlanması göstərişini verdi. Məlumatım var ki, Bakının suvarma sularından səmərəli istifadə etməklə bağlı tələbi var. Azərbaycana axan sular çirkləndirilməməlidir. Erməni deputat iddia edir. Dəyərli izləyicilər, ölkə və dünya gündəmi ilə bağlı xəbərlər təqdim etməyə davam edəcəyik. Öz fikirlərinizi şərh bölümündə qeyd etməyi unutmayın. Sağlıqla qalın.